Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Keçmişdə sürücülərin avtomobilində paltar sabunu olmadan yola çıxması demək olar ki, mümkün değildi. Əvvəllər sabun yalnız təmizlik üçün yox, avtomobil baxımında da əvəz edilməz bir vasitə kimi istifadə olunurdu. Milli az sabunun 3 möcüzəvi funksiyasını təqdim edir. Köhnə ustalar sabunun təbii sürtkü xüsusiyyətindən istifadə edərək avtomobildə yaranan qıcırtı səslərini aradan qaldırırdı. Qapı menteşələri, sıxılmış boltlar və ya pedal mexanizmlərinə sabun sürtüləndə sürtünmə azalır, səs tamamilə yox olurdu. Bu üsul bugün də kiçik texniki müdaxilələrdə effektiv hesab edilir. Kondisioner sistemlərinin olmadığı dövrlərdə buğulanma sürücülərin ən böyük problemlərindən biri idi. O zaman sabun ön şüşəyə nazik qatla sürtülür, daha sonra quru parça ilə silinirdi. Bu üsul sayəsində şüşənin səthində nəmlik toplanmır, görüntü daha uzun müddət aydın qalırdı.